Dostlar salam. Avtomobil Opel Zafira 2000-ci ilindi. 1.8 motor. Xoddanmır, inşıq dırnışığı belə marqatlayır. Starter qovalayır. Arada götürmək istəyir. İnşıq dırnışığı daimi yananda. Böyle görürsən ki, daimi yanır. Kompüterə salmışıq. Bizdən qabaq da kompüterə salmışdılar. Benzin asosunu dəyişiblər. Temperatur dəyişikliğini dəyişiblər. Maşın yenə də xoddanmayıbdır. Dostlar, beyni söktük, araladıq. Bizdən qabaq təmir olunubdur. Bir dənə simi zədələnibdir. İndi biz də onu payka ilə düzəldəcəyik inşallah. Maşını xodladıq, hal-hazırda işləyir. Kompüterə saldıq. Bir dənə katalizatorunu da açdıq. İşıqda göstərir. Göstərir kimi.